Hər kəsə salam. Bugün mətbəximizdə həm rəngi ilə göz oxşayan, həm də dadı ilə damaq diz qoyan möhtəşəm təbii bir nemət hazırlayırıq. Qış aylarının əvəzsiz şəfa mənbəyi. Çay süfrələrinin isə ən böyük bəzəyi olacaq ev usulu qara moruq mürəbbəsi. Rənginin bu cür parlaqlığına və yaqut kimi parıldamasına baxın. Moruq mürəbbəsini dəndən, əzilmədən necə bişirmək olar? Sirri videoda. Sözü çox uzatmadan gəlin bu ləzzətin hazırlanma mərhələlərinə birlikdə baxaq. Əlbəttə ki, yaxşı bir mürəbbənin sirri onun meyvəsinin təzəliyində gizlidir. Elə buna görə də mürəbbəmiz üçün tam yer. Qapqara və şirəli moruqları tək-tək ehtiyatla kolundan toplayır. Təbiətin bizə bəxş etdiyi bu gözəl meyvələr həm çox ləzzətlidir, həm də tam bir vitamin deposudur. Hər birini zədələmədən yığmağa çalışırıq ki, mürəbbənin içərisində bütöv qalsın. Yığdığımız moruqları zədələmədən. Çox ehtiyatla yuyub təmizlədikdən sonra geniş bir qazana köçürdük. Üzərinə qat-qat şəkər tozu əlavə edirik. Burada əsas nöqtə odur ki, meyvələr şəkər tozunda bir qədər gözlər. Beləliklə moruqlar öz təbii və dadlı şirəsini buraxacaq və bişərkən əlavə suya ehtiyac qalmayacaq. Qazanı yüngülcə sirkələyirik ki, şəkər hər tərəfə bərabər paylansın və budur. Artıq qazanımızı ocağa qoymağın vaxtıdır. Moruq istini gördükcə yavaş-yavaş qaynamağa başlayır. Elə sirri də burada qətiyyən qaşıqdan istifadə etmir. Qaşıqdan istifadə etmədən qazanı yüngülcə sirkələyirəm. Zaman moruqlarımız əzilmir. Qaynadıqca ətrafa yayılan o möhtəşəm təbii qoxunu gərək özünüz hiss edəsiniz. Mürəbbəmiz qaynara düşdükdə üzərində yaranan küləri təmizləyirik. Baxın, mürəbbəmiz tam istədiyim qatılığa gəldi. Rəngi isə mükəmməl. Bir tünd yaqut tonu aldı. Ocaqdan düşürdüyümüz bu gözəlliyi soyuduqdan sonra qablara çəkirik. Həm dənələri bütöv qaldı, həm də şirəsi tam qıvamındadır. Bu asan və sınanmış resepti siz də mütləq evdə yoxlayın. Qışda ailənizlə birlikdə ağız dadı ilə nuş edin. Videonu bəyənmək, fikirlərinizi rəylərdə bölüşmək və kanalımıza abunə olmağı, bizə dəstək olmağı unutmayın. Növbəti dadlı reseptlərdə görüşənədək hələlik.